Salam əziz və dəyərli dostlar. Bu gün biz heyvanlar haqqında ümumi məlumat verəcəyik. Heyvanlar bizim həyatımızda çox önəmlidir. Onlar müxtəlif olur. Kimisi ət yeyir, kimisi ot, bəziləri evlərdə yaşayır, bəziləri meşələrdə, sularda və çöllərdə yaşayan heyvanlar mövcuddur. Əsasən ev heyvanları bunlardır. İt evin qoruyucusudur. Pişik təmiz və sakit heyvandır. İnək əsasən süd verir, südündən isə pendir və qatıq hazırlamaq mümkündür. Qoyun isə yun və ət verir. Toyuq isə yumurta və ət verir bizə. Ot yeyən heyvanlar isə bunlardır: İnək, qoyun və at. Bundan əlavə suda yaşayan heyvanlar balıq, delfin, qurbağa, tısbağadır. Bu heyvanlar suda yaşayır. Uçan heyvanlar isə kəpənək, tutuquşu, sərçə, qarğa və sair heyvanlar mövcuddur. Onlara necə qulluq edilməlidir? Heyvanlar yeməkləri vaxtında verilməlidir. Su vermək, təmiz yerlərdə saxlamaq, onlara sevgi göstərmək, xəstə olanda isə baytara aparmaq lazımdır. Dostlar, biz əsasən heyvanları qorumaq, onlara yaxşı davranmaq bizim borcumuzdur. Onlar canlıdır və sevgiyə ehtiyac duyurlar. Sağ olun.